Salam əziz dostlar və dəyərli izləyicilər. Bugün təqdim edəcəyim bir metodika var ki, hansı ki mən buna görə çox xoşbəxtəm ki, o metodu mən demək olar ki 2019-2020-ci illərdə YouTube kanalımda yayınlamışam və bu metod əslində sözlərdən müəyyən bir söz oyunu quraraq cümlə yaratmaq bir şeydir. Məsələn, indi hal-hazırda ekranda görəcəksiniz. Məsələn, deyək ki, öyrənəcəyiniz sözlər olsun və s. və ilə axır. Məsələn, deyək ki, öyrənəcəyiniz söz book sözdür, kitabdır. Read isə oxumaqdır. Məsələn, kitab oxumaq birləşdirirsiniz. Daha sonra mən kitab oxumaq xoşlayıram və ya mən kitab oxuyuram. Amma kitablar oxumaq maraqlı deyil və s. tipli cümlələri belə bir formatda qura bilərsiniz. Məsələ nədən ibarətdir? Burada yəni öyrənəcəyiniz söz, onun ətrafına bir söz qoşaraq bir birləşmə yaradırsınız və daha sonra isə onu cümlələrdə istifadə edirsiniz. Əslində bu metodika yaxşı bir metoddur, söz yox. Danışıq hissəsində, inkişafında da müəyyən bir təkan verə bilər. Əlavə də bu metodika vasitəsilə siz sözləri daha rahat şəkildə yadda saxlaya bilərsiniz. Düzdür, biraz yorucu bir metoddur, amma ki əlbəttə ki metodika nə ilə yorucu olarsa, mən düşünürəm ki inkişaf o qədər daha tez gedə bilər. Yenə də ekranda görürsünüz, bu bayaq dediyim metodika ilə bağlı qısa bir üsuldur. Digər sözləri və ifadələri də bu üsulda öyrənə bilərsiniz.